Değerli dostlar, hər vaxtınız xeyir olsun. Sizlərə bu günləri 11 sot torpaq sahəsinin üzərində 6 otaqdan ibarət 3 mərtəbəli villa təqdim edəcəm. Videomuza sonuna qədər baxmağı sizlərdən xahiş edirəm. Yerləşmə yeri Saray qəsəbəsində. Dəyərli dostlarımız, Panoramanın qurğunda yerləşir. Panoramanın qurğunda. Ətrafda bütün yaşa obyektləri var, maşallah olsun. Avtobus xətti, marşrut xətti var. Apteki, digər sahələri, marketi ideal bir ərazidə, tam yolun qırağında 11 sot tam yaşayışlı mülkiyyət, ipotekaya da yararlıdır. Evində torpağın da sənəti alınıb hazır vəziyyətdə əldədir. Həyətyanı sahə üçün bostan sahəsi biri ayrılıb, maşın qaraj saxlamaq üçün bir sahəsi var. Plus da həyətdə baseyni var, dəyərli dostlarımız. İqamətgahımızın üzü qabançıq daşlarla örtülüb, mərtəbələr arası monolit betondur. Tam yaşayışlı bir ev sizlərə təqdim edirəm. Qiymət isə 320 min manatdır. 320 min manata reallıq olsa indirim nəzərdə tutulub. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Gəl tanış olaq ilk öncə həyətyanı sahə ilə. Değerli dostlarımız, bura bostan sahəsidir. Bütün ağac növləri əkilib hazır vəziyyətdədir və keçək ümumi bir şəkildə həyətyanı sahəni göstər. Pultla idarə olunan darvaza sahəsidir, değerli dostlarımız. Ümumi evin fasadı ilə tanış oluruq. 3 mərtəbə tiplidir. Sonuncu mərtəbə mansardır, değerli dostlarımız. Mansarımız təmirsiz vəziyyətdədir. Burada yerləşir baseyni. Çöl açılır bu deyəsən. Baseyni yerləşir, dəyərli dostlarımız. Su ambarından kimi, işığına kimi hər bir şey var. Səhv eləmirəmsə qızdırıcısı da var, dəyərli izləyicilərimiz. Geniş bir şəkildə həyətyanı sahəsi var. 4 bir tərəfdən kamera nəzarətindədir. 4 bir tərəfdən. Tez bir zamanda çəkiliş eləyək, çox vaxtınızı almayaq. Buradan evin yanına və arxasına keçid etmək mümkündür. Zəhmət olmasa bu fonda genişlikdə evin arxasını təqdim elə, zəhmət olmasa. Keçək evin digər tərəfi ilə də sizlərlə tanış edək. Evin 4 bir tərəfinə keçid etmək mümkündür. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Siz də mülkünüzü satmaq istəyirsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz, dəyərli dostlar. Həyətdə belə bir bulağına kimi yaradılıb. Ümumi fasad görkəmi ilə bir daha tanış olaq. Gecə həyətyanı sahənin, evin üz fasadının işıqlandırılması üçün çılçıraqlarına kimi bağlanıb. Burada belə bir Nerjavikadan su çənnə kimi var, dəyərli dostlarımız. Nerjavikadan su çənnə kimi var və texniki otaq sahəsi. Buranın da istəsəz yay mətbəxidir, dəyərli dostlarımız. Yay mətbəxidir, qapı bağlı olduğuna görə açıb təqdim edə bilmədim. Hal-hazırda mətbəx sahəsi işlək vəziyyətdədir. Geniş bir şəkildə evin eyvan sahəsi var. Değerli dostlarımız, şəxsi özünə tikilmə bir mülkdür. Şəxsi özünə tikilmə bir mülk. Bismillah ilə evin içinə daxil olaq. Maşallah olsun, maşallah olsun. Çox böyük bir kvadrata malik qonaq otağı var. Və değerli dostlarımız, qonaq otağı pəncərə sahəsi öz həyətyanı sahəsinə baxır. Bu heç bunu qoyduq qırağa. Kameninə kimi yığılıb, kameninə kimi. İstilik sistemi kombidir, radiatorları bağlanılıb, xəttləri var. Hal-hazırda evin içində yaşayış olmadığına görə, dəyərli dostlarımız, siz süpür eləyib, təmizlik eləyib evin içinə köçmək mümkündür. Gözəl bir kamen sahəsi yaradılıb, qaz, su, işıq daimi olan bir ərazidə, kanalizasiyada mərkəzidir. Bu qonaq otağı ilə tanış olduq. Burada yerləşir evin mətbəx sahəsi, böyük bir mətbəx sahəsi var, dəyərli dostlarımız. Mətbəx mebelinə kimi hamısı yığılıb, tam hazır qaydasındadır. Keçək digər sahələrlə də tanış olaq. Burada yerləşir yataq otaqlarından biri. Bu yataq otağında öz müstəqil pəncərə sahəsi var, öz həyətyanı sahəsinə baxır. Və dəyərli dostlarımız, bütün pəncərələrin qarşısı dəmir barmaqlıqlarla örtülüb. Birinci mərtəbəyə məxsus olan sanitar qovşaqla tanış olaq. Zəhmət olmasa çək təqdim elə, dəyərli qardaş. Birinci mərtəbəyə məxsus olan sanitar qovşaq və ikinci mərtəbəyə qalxan beton pilləkən sahəsi üzərindən taxta işləmələrdir. Fıstıq taxtadan işləmir, fıstıq ağacından. Burada da havalandırma üçün pəncərə sahəsi yaradılıb. İkinci mərtəbəyə pilləkənlərdən qalxanda istilik sistemi, radiator xətti bağlanılıb hazır vəziyyətdədir. Maşallah olsun. Allah evi olmayan hər bir kəsə ev qismət eləsin, dəyərli dostlarımız. Hol sahəsinə bax, ikinci mərtəbənin holundayıq. Maşallah, maşallah, super.
Buradan eyvana keçid etmək mümkündür. Yataq otaqlarından biri ilə tanış olaq. Zəhmət olmasa geniş formada, geniş. Bir daha bu ərazini təqdim et dəyərli dostlarımıza, geniş formada. Təqdim et, Şadlıq sarayına oxşuyur. Qonaq otağı buradan görsənir. Çox gözəl də gözəl, ideal bir tikilişdir. Stilik sisteminin xətti hər iki tərəfdə çəkilib hazır vəziyyətdə. Xırdaca remonta ehtiyac var, təmirə ehtiyac var, xırda. 5-10 min. Evin aboylarını dəyiş, super. İkinci mərtəbənin hamam tualeti, böyük bir kvadrata malik hamam tualeti var. Tam təchizatlı, bütün aksesuarlarına kimi quraşdırılıb, hazır vəziyyətdədir. Çox gözəl bir sahə yığılıb, çox gözəl. Gözəl bir sahə yığılıb, çox. Burada yerləşir 4 ədəd yataq otağı. Bu bir. Hər bir yataq otağın kondisionerinə kimi var. Elə otaqlar var ki, yaşayış olmadığına görə kondisioner sahəsi qoyulmayıb. Bu ikinci otaq. Burada yerləşir üçüncü otaq, uşaq yataq otağı. Hər bir otağın istilik sisteminin xəttinə kimi çəkilib tamamilə hazır vəziyyətdədir. Tam hazır. 10 min xərc qoy, köç yaşadı, 320 min manatdır və sonuncu otaq. Dəyərli dostlarımız, mansar tamamilə demək olar ki, hazır deyil. Xırda para işi qalıb da mansarın. Tam yaşayış olmadığına görə yaşayış sahəsi saxlanılıb. 055 291 3565 mənim əlaqə nömrəmdir. Siz də mülkünüzü satmaq və ya gözəl mülk sahibi olmaq istəyirsinizsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Bu gözəlliyə siz də sahib ola bilərsiniz. Dəyərli dostlarımız, gələn videolarda sağ olun, sağlıqla qalın.